Salam dostlar, mən AI. Bugün sizlərlə Brawl Stars oynayacağıq. Bilirsiniz ki, MM2-də, yəni Robloxda MM2 videosunu çəkmişdim, amma video baxdığımda gördüm ki, ekran qapqaranlıqdır. Ona görə o videonu sildim. Onun yerinə Brawl Stars videosu çəkirik. Bu yedek hesabdır və istəyirəm ki, aşamalıya çata, yəni aşamalı videolar çəkək. Və gəlin başlayaq. Yəni başqa heç nə yoxdur. Marketdə desəniz, marketdə dostlar pini alma unutmayın. Bir də Luna New Year kostümləri yenidən satışdadır. Bilirsiniz ki, artıq yavaş-yavaş Luna New Year update'i geliyor. Biz Lotus Willow kostümü gelmişti. Sadece o kostüm gelecek. Yoksa görəsəm güncəlleme gələcək. Bence güncəlleme gəlsə daha yaxşı olar. Pes falan. Həm hər gün bedava ödüllər versələr daha yaxşı olacaq. Gel bura. İnternet niye böyle kalsın? Üç nefer kaldı. Öldüler. Cabra. Uttuk. Gəldi əsas bombastikə. Kalsürop açırıq. Bu kalsüropdan ultra gözləyirəm. Super rare. Epic. Ayda. Mortis'i açırıq. O mega questlərdən 3 tane kalsürop və 3000 XP. Yaxşıdır da bir yedek hesabda çok da oynamıram çünkü öz hesabımda oynuram asas orada kasıram ve burada ne kadar mega quest var. Yani 4 tane var. Bir şey olmaz. Kasarıq. Burada gəlin pen oynayaq. Gəlin biraz pis karakterlerle, bot karakterlerle oynayaq. Yaklaşma. Buyuram canı yenilenir. Öldü şükür. Son 3 nefer kaldı.
Sən onunla məşğul otarım. Mən də bura gedim. Frank öldü. Tuttu. Və mega görevi də elədi. İndi 3 dənə konservası. Epic, Mythic, Ultra. Ayda. Angelo çıxdı. İndi ikincisini açırıq. Superior, Epic. 2 Epic. 4 Epic. Ayda. Ultra olsaydı Mr. P'ye kostüm. Ve 150 kredi. İndi bunu mən atıram. Epic. Ayda. Ultra çıxsaydı bombastik olar. İndi Bro Pest olanlar ata. Stardrop'a. Stardrop'dan heç nə çıxmır. 100 kredi və Castrop. Superior, Epic. Mr. P'nin kostümü taxaq. İndi ikinci mega görevə baxaq. 100 yaxşıdır. Yəni o qədər da çətin deyil. Yəni bildiyiniz bu videoda sadəcə kasılacaq. Son 3 nəfər qaldı. Ayda ucuzacaq deyəsən. Tutduq. Və dostlar, bir videomuzun da sonuna geldi. Bu video 9 dəqiqəlik oldu. Biraz az oldu ama bir şey olmaz. Sadəcə bugün mənim üçün yaxşı bir videoydu. Amma bu videonu yaxşı eləmək üçün abunə olub like atmanı və yorumları isə dediyim kimi hansı Edgar kostümünü sevirsinizsə onun adını yorumlara yazın. Sağ olun. Sonraki videolarda görüşəcək.